İmam Buxari Səhih əsərində Muaz ibn Cəbəldən, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi və səlləmin ona belə dediyini rəvayət etmişdir. Ey Muaz, bilirsən Allahın qulları üzərindəki haqqı nədir? O dedi, Allah və onun rəsulu daha yaxşı bilir. O buyurdu, qulların ona ibadət edib, heç kəsi ona şərik qoşmamalarıdır. Bəs bilirsənmi qulların Allah üzərindəki haqqı nədir? O dedi, Allah və onun rəsulu daha yaxşı bilir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, ona heç nəyi şərik qoşmayan qullarına əzab verməməsidir. Cabir ibn Abdullah radiyallahu anhu rəvayət etmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Kim Allaha şərik qoşmadığı halda ona qovuşarsa, cənnətə girər. Kim də Allaha şərik qoşduğu halda ona qovuşarsa, cəhənnəmə girər. Hədisi Müslim rəvayət etmişdir.